Salam uşaqlar, bugün sizlərlə lise imtahanına keçirilmiş 6-cı sinif məntiq fənni üzrə sualların izahına baxacağıq. Riyaziyyat bu arada kanalda var videosu, izahları, bütün sualların və doğru cavabları. İndi isə məntiq fənnini izah edəcək. Gəlin keçək sualların izahına. 41-ci sual deyir, aşağıda 1-dən 20-yə qədər ədədlərin yazıldığı 20 kart verilmişdir. Kartlardan ardıcıl nömrələnmiş 4-ü götürülür. Yerdə qalan kartlar arasında üzərində sadə ədəd yazılı olan kart sayının bütün kart sayının nisbəti 5/16 olur. Yəni 5 dənə sadə ədədim var və ümumi də 16 dənə ədədim var. Buna görə götürülən kartlardan yazılı olan ən böyük ədəd neçədir? Deməli, ümumiyyətlə burada sadə olanlar hansılardır? 2, 3, sonra 5, 7, daha sonra 11, 13, 17 və 19. Yəni mənim 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ümumən nəyim var? 8 dənə sadə ədədim var. Və bunlardan artıq neçəsi qalıb? 5 qalıb. İndi deyir, burada ardıcıl nömrələnmiş 4-ü götür. Yəni mən ardıcıl olaraq elə 4 belə desək kart götürməliyəm ki, onlardan 3'ü sadə olsun. Niyə 3'ü? Çünki əvvəl 8 idi, indi 5 qalıb. Yəni 3'ünü götürülüb. Burada da ancaq və ancaq hansı ola bilər? Baxın, bax bu ola bilər. Baxın, bax bu 4 ola bilər. 2-dən 5-ə qədər. Çünki bunların içərisində 4 dənədən 3'ü nədir? Sadədir. Və bunların da içərisində ən böyüyü hansıdır? Təbii ki 5. Yəni doğru cavab burada olacaq. A variantı. Keçək 42-ci suala. Deməli, 42-ci sualda deyir, bir şəhərdə uzunluğu 2 ilə 3 kilometr arasında olan bir yolun başında və sonunda olmaqla bir tərəfində 45, digər tərəfində 36 metr məsafələrlə elektrik dirəkçələri bastırılır. Buna görə qarşı-qarşıya düşən dirəkçələrin sayı ən çox neçə ola bilər? Deməli, 36-45-in əkobunu tapmalıyıq. Görə hər neçədən bir üst-üstə düşür. Yazıram bura əkob 36-45. 36-45. 36 ilə 45 biz bilirik ki, əkobun tapılması bir ədəd götürülür və digərində olmayan əlavə olunur. Yəni 36 9 vur 4'dür, 45 9 vur 5'dir. Onda olacaq 9'u götürəcəm, 5 və 4'ü götürəcəm. Bu da eləcək hasil neçə? 180. Deməli əkob oldu neçə? 180. Deməli buradan sonra nə edəcəyik? 2 kilometr və 3 kilometr arasında olan dediyinə görə biz bu aralıqda 180-ə bölün ən böyük ədəd tapmalıyıq. Ən böyük ədədimiz burada təbii ki 3000 özünü də bölmək olar, metrə çevirib. 2880. Bunu da 180-ə bölsək düşəcək neçə? 16. Yəni tam bölünən ədədi birbaşa yazdım burada. Düşəcək 16 və biz ilk öncə bir dirək basırmışdıq da. Deməli onda 16'nın üzərinə gələcəm nə? 1. Həmişə orada ağac sayı, ağac aralıqlar məsələlərini şagirdlər daha yaxşı bilərlər. Həmişə ağac sayı aralıq sayının 1 vahid çox olur. Ona görə üzərinə gəlirik 1, burada da eynisi. Eləyir 17 və yolun hər iki tərəfində olduğu üçün, yəni qarşı-qarşı olduqları üçün 17'ni vuraram 2'yə, yekun cavabım olacaq neçə? 34. Yəni doğru cavab burada olacaq. C variantı 34. 42-ci sualdır. 43-cü sual. Buranı silək. Deməli deyir, x kilogram qarğıdalı və 60 kilogram buğda eyni ölçülü torbalarda bir-birinə qarşılanmadan və artıq qalmayacaq şəkildə doldurulur. Torbaların tutumu natural ədədləri ifadə olunur. Deyir, bu iş üçün ən az 11 torbaya ehtiyac olduğuna görə x aşağıdakılardan hansı ola bilməz? Deməli, bu çəki 11 dənə torbaya bərabər şəkildə bölünürsə, deməli, bu çəki ümumilikdə 11'ə tam bölünməlidir. Deməli, variantları bir-bir yoxlamalıyam. 72 plus 60. Cəmi neçə eləyəcək? 2, 13, 132. 132 11'ə tam bölünürmü? Bəli, bölünür. Deməli, A variantını götürməyəcəm. Sonra B variantı 105. Üstə gəlsin 60, beləcə neçə? 165. 165 11'ə tam bölünürmü? Bəli, 15 düşür. Yəni tam bölündü. Deməli B variantı da olmayacaq. Bizə deyir ola bilməz. Yəni bölünməyən tapmalıyıq. Eləcə C variantı 144. 144 plus 60 bərabər eləyəcək 204. Ümid edirəm düz topladım. 204 11'ə bölünürmü? Xeyr, bölünmür. Deməli mənim cavabım olacaq nə? C variantı. 160 ilə də 60'ı toplayanda 160 plus 60 bərabər eləyir neçə? 220. 220 də 11'ə bölünür. 20 düşür də. Bəli, 20. Yəni bunu da götürməyəcəm. Yəni 43-də doğru cavab olacaq. C variantı. Keçək 44-cü suala. Deyir, birinci səndə 110 litr, ikinci səndə 66 litr su var. Çənlər eyni vaxtda açıldı və birinci çəndən hər saatda 3 litr, ikinci çəndən isə 2,5 litr su boşaldıldı. Neçə saatdan sonra ikinci çəndə birinci çəndəkinə 2 dəfə az su qalacaq? Deməli, biz burada təbii ki, tənlik qurmalıyıq. Deməli, birincidə neçə litrdir? 110 litr, yazıram 110. Neçə saat işləməlidir? Biz bilmirik də. Deyir, bizdə deyir neçə saatdan sonra, bilmirəm, 1x saatdan sonra. Hər saatda birinci çəndən neçə litr boşalır? 3 litr. Onda olacaq nə? 110 çıxılsın 3x bərabərdir. Digər çəndə də 66 litr var. 66 çıxılsın 2,5
Yenə eyni saatda vuracam x-a. Və burada deyir ki, 2 dəfə çox olsun. Yəni bu 2 dəfə çoxdursa, onda mən kiçik olanı 2-yə vuraram ki, bir-birinə bərabər olsun. Buradan da vursaq olacaq 110 çıxılsın 3x bərabərdir 132 çıxılsın 5x. Buradan da olacaq 2x bərabərdir 22-yə, x də bərabər eləyir neçə? 11. Deməli, neçə saatdan sonra? 11 saatdan sonra. Aparıb yerinə qoyub, təbii ki, yoxlaya da bilərsiniz. 44-də doğru cavab oldu A variantı. Keçək 45-ci suala. Buranı silək. Deyək, düzbucaqlı formasında bir kvadrat çəkilək kimi iki ucundan ox istiqamətində qatlanılır. Deyir, buna görə sual işarəsi göstərən hissənin uzunluğu neçə santimetr olar? Deməli, biz burada nə edəcəyik uşaqlar? Burada 4/1-dir və eynisini qatlayır deyə, burada da 4/1 hissə ayıracaq da. Ümid edirəm başa düşdünüz nə demək istəyirəm. Baxın, bax, bu hissə 4/1-dir. Bu hissəni qatlasaq bu tərəfə, yenə burada 4/1 qədər hissə tutacaq da. Elə bil 2 misli olacaq da. Baxın, baba burada, bax bu hissə. 2 dənə parça elə bil üst-üstə düşür və ikisinin də ölçüsü eynidir. Və burada da bura 8/1-dirsə, bu tərəfə qatlayırıqsa, buradan da 8/1 hissə ayıracaq. Özü də 8/1-dir və buradan da 8/1 hissə ayıracaq, yəni üst-üstə düşəcək. Deməli, mən ümumi uzunluqdan 4/1, daha doğrusu 4 santimetrdən çıxacam nə? 8/1 üstə gəlsin 4/1 və bunların 2 misli. Bir də buradan ayırmışlar axı hissə. Yəni hər bir hissədən elə bir 2 dənə olacaq. Vururam 2-yə. Bu da bərabərdir olacaq. 4 çıxılsın toplayanda bunu gəlin 8-də 2 yazaq. Bu da ümumən 8-də 3 eləyəcək. Vurulsun 2. Bu da bərabər olacaq. 4 çıxılsın ixtisar gedir. Burada qalır 4-də 3. Çıxanda qalır nə? 3 tam 4/1. 3 tam 4/1 də nə deməkdir? 4-də 13. Yəni A variantı. Keçək 46-cı suala. Deyir, hər mərtəbəsində 4 mənzil olan bina və mənzillərin nömrələri şəkildə göstərilmişdir. Deyir, bu binanın son 5 mərtəbəsindəki bəzi mənzillərin nömrələri ABCD ilə işarələnmişdir. A plus D 101 olduğuna görə B plus C cəmi neçə olar? Yaxşı, buranı silək, həllini deyək. Deməli, uşaqlar burada nə edəcəyik? Ən yaxşı üsul A ilə D-nin cəmi 101-dir. Baxın, buraya yazıram A ilə D, A plus D bərabər nəyə? 101-ə. Və burada görürəm ki, B D-nin altındadır da, altındakı mərtəbədədir. Yəni neçə mənzil aşağıdadır? Belə desək, neçə mənzil sonradır? 2 mənzil. Baxın, buradan gəlirik, D-dən gəlirik bura, buradan da gəlirik bura. Yəni 2 mənzil arada nə var? Fərq var. Deməli, onda elə bil B. Bir dəqiqə, B. Üzərinə 2 gəndə nə olur? D olur. Və eynisini C üçündə yazıram. Baxın, C-dən sonra 1, 2 mənzil. C-nin üzərinə deməli 2 mənzil gələndə nə eləyir? A mənzili. Və burada əvəzləyirəm. A-nın yerinə C plus 2 yazıram. C plus 2. Bir də D-nin yerinə nə yazıram? B plus 2. B üstə gəl 2. Bərabər cəm nə idi burada? 101. Əvəzlədim. Burada da olacaq B plus C-ni saxlayıram. 2, 2, 4 eləyir. 101-dən də 4 çıxanda nə qalır? 97. Ən gözəl üsul budur. Yəni doğru cavab olur. Burada da C variantı. Keçək 47-ci suala. Buranı təmizləyək. Deyir, A qrupundakı uşaqların 8-də 5-i ilə B qrupundakı uşaqların 3-də 2-si bir araya gələrək 22 nəfərlik bir komanda əmələ gətirdi. Buna görə B qrupunda ən az neçə şagird var? Deməli, burada tutaq ki, A qrupunda, burada yazıram. A qrupunda tutaq ki, 8 A sayda şagird var. B qrupunda da tutaq ki, 3 B sayda nə var? Uşaq var. Yəni birini A ilə işarələdim, birini B ilə. Niyə 8, niyə 3? Burada 8-də 5-in 3-də 2-sini tapanda daha asan olsun. Deməli, A-da 8 A uşaq varsa, bunun 8-də 5-i, yəni 8-də bölüb 5-ə vursam, eləyəcək 5A. 5A üstə gəlsin. 3B-nin bunun da 3-də 2-si, 3-də gedir, 2-ni də B-yə vuranda 2B eləyir. Bu da bərabər neçə? Deyir, cəmi neçə nəfər var? 22 nəfər. 22 nəfər. Və mənə deyir, B qrupunda ən çox olsun. B-ni nə ilə işarələmişdik? Elə kiçik B ilə. Yəni burada ən çox olması üçün və saylar da tam ədəd olmalıdır. Çünki burada məsələn onluq kəsirindən insan sayı ola bilməz ki. Deməli burada natural ədədlər olsa, A-nın yerinə 1 yazsam əgər, 22-dən 5 çıxanda qarı 17, 17 2-yə bölünmür. Onda A-nın yerinə 2 yazsam eləyəcək bu 10. Onda burada 10-un üstünə 12 gəlməliyəm də 22 eləsin. Onda B-nin də yerinə yazmalıyam, 6 yazmalıyam. Bəli, bu ödədir. Deməli ən çox B-ni 6 götürməliyəm, A-nı da 2. İndi bizdə deyir ən çox B-dən neçə komanda olar? Onda əvvəlcə nə qədər uşaq var idi? 3B. İndi B-nin yerinə 6 yazsam 3 vur 6 bərabər eləyəcək. Neçə? 18. Yəni doğru cavab olacaq 47-də A variantı. Keçək 48-ə. Buranı silirəm. Nə deyir 48-də? Deyir ki, A qabın həcmi B qabın həcmindən 2 litr azdır. A qabı ilə 28 qab su tutan bidon B qabı ilə 21 qab su tutur. Buna görə A qabın tutumu neçə litrdir? Deməli onda yazıram bura A. Biraz sərgəli yazaq. Bura A yazıram. Bir dənə də B yazıram. Deməli A qabın həcmi B qabın həcmindən 2 litr azdır. 2 litr azdırsa onda A x-sa B nə olacaq? X plus 2 şəklində olacaq.
Və yaxud da x, x minus 2 də götürmək olardı, fərq eləməz. İndi deməli burada bərabərdirsə bu bidonun tutumu və 28 qab. Onda A qabı ilə 28 isə, onda 28-i vuraram x-a. Olacaq 28 vurulsun x. Bərabər olacaq B bidonunda neçə dənə qab su tutur? 21. Onda olacaq 21 vurulsun x plus 2. Və bunların hər birinin suyun miqdarı nədir? Bir-birinə bərabər. Burada olacaq 28x bərabərdir 21x plus 42. Sol tərəfə keçirsəm 28-dən 21 çıxanda qalacaq 7x bərabər 42-yə. X də bərabər neçə eləyir? 6. İndi bizə nəyə soruşur? A qabının tutumu. A qabının tutumu elə neçə oldu? 6. Yəni C variantı 48. Keçək 49-cu suala. Buranı təmizləyək. Deyir ki, aşağıda verilən altıbucaqlıların hər birinin daxilinə bir ədəd yazılmalıdır. Hər hansı bir altıbucaqlının daxilinə yazılan ədəd ona qonşu olan, yəni bitişik olan iki altıbucaqlının daxilində yazılan ədədlərin cəminə bərabərdir. Şəkildə deyir 3 ədədi verildiyinə görə x-in yerinə hansı ədəd yazılar? Deməli, uşaqlar gəlin belə eləyək. Qiymət qoyaq, yazaq. Düz çıxmalıdır təbii ki. Bura 1 yazaq, bura 2 yazaq. Məsəl üçün 3 ilə hansı ədədin cəmi 2 eləyər? -1-in. Sonra 2 ilə hansı ədəd toplayanda -1 eləyər? -3-ün, bura yazıram -3. Sonra -3, -1 ilə neçənin cəmi -3 eləyər? Təbii ki, -2-nin. Sonra gəlirəm bura -2 ilə neçənin cəmi, -3 ilə neçənin cəmi -2 eləyər? Təbii ki, -1-in. Daha sonra -2 ilə neçənin cəmi 1 eləyər? Təbii ki, -3-ün. Yəni bu x-in yerinə -3 olsa, -2 ilə toplayanda ortadakı 1-i verəcək. Yəni doğru cavab oldu D variantı. Siz də qiymət verib asanlıqla tapa bilərsiniz. 50-ci sual deyir, şəkildə pillə sayları eyni olan iki fərqli pilləkən verilmişdir. Ömər bu pilləkən pillələrin 3-ü çıxıb 2-2 enir. Kamil isə pillələri 2-2 çıxıb 4-4 enir. İkisi birlikdə cəmi 57 addım atdıqlarına görə hər iki pillənin birlikdə pillələrin ümumi sayını göstərən ədədin rəqəmlər hasili neçə olar? Deməli, bu pillə sayı hər iki pilləkəndə eynidirsə, onda 2-2 çıxırsa, burada 3-ü çıxır, 2-2 enir. Yəni, həmin o x sayda pillə sayını işarələyək. Onda həmin x 3-ü çıxırsa, 3-ə də tam bölünməlidir. Sonra üzərinə gəlməliyim. 2-2 çıxırsa, həmin o pillə sayı 2-yə də tam bölünməlidir. Burada addım saylardır bu arada uşaqlar. Bir də üstə gəlin, ikisi birlikdə deyir, Kamilə də nəzərə almalıyım. Kamil də 2-2 çıxır. Ay, üzr istəyəm. Buranı silək. Kamil də 2-2 çıxır. 4-4 enir. Bu səfər x-i həmin pillə sayını bölməliyim 2-yə, görüm neçə addım atıb. Bir də 4-4 enirsə, həmin x pillə sayını bölməliyim 4-ə və cəmi neçə addım eləyib yekunda 57-yə. Buradan ortaq məxrəc eləyə bilərsiniz. Hər tərəfi 12-yə də vura bilərsiniz. Gəlin hər bir tərəfi 12-yə vuraq. Hər bir kəsri. Bunu da vuraq 12-yə. 57-yi də vuraq 12-yə. Buradan ixtisar gedir, qalır 4 eləcək 4x. Burada 2 ilə ixtisar gedir, qalır 6. Üstə gəl olacaq 6x. Üstə gəlsin 12 ilə 2 ixtisar gedir, yenə eləyir 6x. Üstə gəlsin 4 ilə 12 ixtisar gedir, qalır 3, 3 x eləyir, bərabərdir 57 vurulsun 12. Vurmağa ehtiyac yoxdur, çünki bölündə ixtisar gedəcək böyük ehtimalla. 4, 6, 10, 16, 3 də bu 19. Eləcək 19x bərabərdir 57 vurulsun 12. Hər tərəfi 19-a bölsək 57 ilə ixtisar gedəcək, qalacaq 3. X də bərabər 3 vur 12. Neçə eləyir? 36. Deməli, bizdə nəyə soruşurdu? Pilləkənlərin ümumi sayını göstərən ədədin rəqəmləri hasili. Yəni pillə sayı nə qədər oldu? X-dən işarələmişdi. 36. Burada rəqəmlər hasili 3 vur 6 bərabər edəcək. Neçə? 18. Yəni doğru cavab olacaq C variantı. Amma bir dəqiqə uşaqlar burada. Burada iki pilləkənin birlikdə cəmini soruşur. Ay. Baxın uşaqlar mütləq. Bax bu cümləyə görə neçə uşaq mütləq səhv yazıb. Burada biz bir pilləkən tapmışıq 36-da, elə deyil. Bizdən ümumi pilləkəni soruşur. Yəni onda 36 bu tərəfdədirsə, 36 da bu tərəfdə. Yəni 2-yə vuracam eləyəcək 72. 72-nin də rəqəmlər hasili 2 vur 7 eləyəcək neçə? 14. Yəni doğru cavab olacaq B variantı. Burada bax bu iki pilləkənin birlikdə sayına görə bəlkə də çox uşaq 36 tapıb elə birbaşa 3-ü vurub 6-ya eləyib 18. Amma burada təbii ki 2 pillədən söhbət gedir. Ümumiyyətlə misal verəndə baxın burada altına xətt çəkin ki, sonradan yaddan çıxmasın, sizdə səhv yazmayasın. 51. Deyir, bir torbadan hər dəfə torbadakı topların sayının yarısı 5 artığı qədər top çıxarılır. Bu işi 2 dəfə etdikdən sonra torbada top qalmır. Başlanğıcda torbadakı topların sayı rəqəmləri neçədir? Sayının rəqəmləri neçə, cəmi neçədir? Deməli, burada uşaqlar nə edəcəyik?
Deməli x olsun. X-dan çıxmalıyıq yarısının 5 artığı qədər. Yəni yarısı üstə gəlsin 5. Bərabər burada neçə eləyəcək? X-dan yarısını çıxanda yəni x bölünsün 2 yarısı qalır. Bir də çıxılsın 5 olur. Və bunları biz hər birini biz sıfıra bərabər götürməliyik. Yəni x bölünsün 2 çıxılsın 5 sıfıra bərabər götürməliyik. Buradan da olacaq x bölünsün 2 bərabər 5-ə. X-də bərabər neçə eləyir? İşte 5, 10. Və sonra bu bir dəfə. İkinci dəfə yenə eynisini götürməliyik. X bölünsün 2 dəfə təkrarlanır. Bax, x bölünsün 2 çıxılsın 5 bərabər 10. Buradan x bölünsün 2 bərabər 15. X-də bərabər çarpaz vursaq bu 2-dir. Eləcə x bərabər neçəyə? 30-a. Və bunu da rəqəmlər cəmi neçə eləyir? 3-dən 0-ın rəqəmlər cəmi B variantı. Yəni 3 eləyir. Keçək 52-ci suala. Deyir, buranı təmizləyək. Deyir, iki qurbağa düz xətt üzərində bir-birinə doğru eyni anda tullanmağa başlayırlar. Qurbağalardan biri hər dəfə 60 sm, digəri isə 72 sm məsafə tullanır. Qurbağalar aralarındakı məsafənin tam orta nöqtəsi olan K nöqtəsində qarşılaşırlar. Buna görə iki qurbağanın qarşılaşana qədər etdikləri cəmi tullanma sayları aşağıdakılardan hansı ola bilər? Deməli, ilk öncə biz nə etməliyik? Hər biri belə desək, həmin eyni məsafə qət ediblərsə, deməli bunların yəni 60 ilə 72-nin əkobunu tapmalıyıq. Çünki hər biri nə olub? Tən ortada qarşılaşıb da eyni məsafə qət ediblər. Onda olacaq 60 ilə əkob yazıram. Əkob 60 72. 70 66 vur 10, onda 5 vur 2 kimi yazsa belə yazaq da, elə yaxşı olmaz. 4 vurulsun 3 vurulsun 5 kimi yazaq. 72 də 9 vurulsun 8 də belə yazsaq. Əkobda böyüyü götürək, yəni 72-ni götürək. Vuruqları burada olmayan əlavə eləyək. Burada 4 var, 8-in içində, sonra 3 9-un içində var, 5 yoxdur, 5 vuruğu. Bir dənə də 5 yazsam, bu eləyəcək neçə? 360. Deməli, əkob oldu neçə? 360. Və 360-ı böləcəm 60 sm tullanır. Görüm neçə tullanış eləyib. Düşəcək 6. Bir də 360-ını böləcəm 72-yə. Görüm neçə cəmi tullanış eləyib. Burada olacaq 5 tullanış. Deməli, biri 6, biri 5. 6 plus 5 bərabər cəmi neçə tullanış olur? 11 tullanış. Əslində, burada 6K, 5K yazmalıyıq. Burada yekunda cəm 11K eləməlidir. Çünki biz burada bilmirik də o aradakı məsafə nə qədərdir. Yəni, yekun olaraq 11K qədər tullanıblar. Yəni, 11K burada K-ya qiymət versək, K məsəl üçün 1 olsa 11 tullanış olacaq. K məsəl üçün 2 olsa 22 tullanış olacaq. Yəni burada variantlarda 11-in misilləri olmalı. Sonra K bərabər 3 olsa 33 olacaq. Cavabda da B variantında 33 var deyə 33-ü götürüm. Yəni dediyim kimi 11-in misillərinə baxmalıyıq. Sonra gəlirik burada 53. Deyir, sənan yerdən hündürlüyü 40 sm olan stolun üstünə çıxır. Aha, stolun hündürlüyü 40-dır. Bir də sənanın öz hündürlüyü olacaq. Deyir, o əlindəki topu başı üstünə qaldırır və şəkillər kimi yerə atır. Top yerə ilk dəfə dəydikdən sonra buraxıldığı hündürlüyün 40% qədər yuxarıya qalxır. Aha, yəni getdikcə azalır da normal olaraq. Deyir, daha sonra yenidən yerə dəyir və bir öncəki yüksəldiyi hündürlüyün 65% qədər yüksəlir və şəkillər kimi qutunun kənarına toxunaraq qutunun içinə düşür. Verilən məlumatlara görə qutunun hündürlüyü təbii ki vacibdir. Burada bizə veriblər. Verilən məlumatlara görə sənanın boyu neçə santimetrdir? Deməli, ilk öncə biz burada nə edəcəyik? Sondan əvvələ doğru getməliyik. Niyə? Çünki sondakı rəqəm bizə məlumdur. Yəni 52-dir. Yəni 65% qədər dəyib yüksəlib, 65% eləyib neçə? 52. Deməli, hansı ədədin, yəni bax, buradakı ondan əvvəlki tullanışın 65% olub da buradakı hündürlük. Yəni buradakı 65% və buradakı hündürlüyündə 40% bu olub. 40%. Dəqiqə. 40%. Aha, bu da 65% olandır. Bu biraz səliqəli yazaq, 65%. Aha, deməli, hansı ədədin 65%-i 52 eləyir? Bu qədər qalxıb da bizdə. Deməli, onda x ədədin 65%-i bizdə 52 eləməlidir və yaxud da 60% 52 olan ədəd də tapa bilərsiniz, fərq eləməz. Buradan da x bərabər olacaq 65-də, 65 belə yazaq da, 13 vur 5 kimi yazaq, 100 vurulsun, 52-də 13 vurulsun 4. Burada 13-lər ixtisar gedər. 100-ü 5-ə bölündə qalacaq 20. 20-ni də 4-ə vuranda neçə eləyəcək? 80. Deməli, burada hündürlük nə qədər imiş? 80 sm. Bura yazıram 80 sm. Deməli, əvvəlki qiymət neçə imiş ki, onun 40%-i 80 olub. Deməli, əvvəlki qiymətim x deyirəm. Bunun 40%-i bizdə eləməlidir. Neçə? 80 sm. Buradan da x tapsam, çarpaz vursam olacaq 80 vurulsun 100. Bölünsün 40, 40 ilə 80 ixtisar gedir. Qarı 2, içində 100-ə vuranda eləyəcək 200 sm. Deməli, ümumi uzunluq nə qədər oldu? 200
santimetr. Və bunun neçə santimetri stoluydu? Stolun hündürlüyü də var. Onun üstünə çıxmışdı. 40 santimetr. Onda yekunda mən 200-dən çıxaram 40 santimetr. Qalar nə? 160 santimetr. Yəni bu kim idi? Sənanın boyu oldu 160 santimetr. Yəni D variantı. 54-cü sual. Buranı silək. Deyir aşağıda görünüşü verilən kubun bütün üzlərinə yazılan ədədlər ardıcıl natural ədədlərdir. Buna görə bu kubun üzərindəki ədədlərin cəmi neçə fərqli qiymət ala bilər? Deməli, burada versiyalar olacaq uşaqlar 54-cü sualda. Yəni, birinci versiyada 61-dən başlayıb, burada 62, 64, deməli bir tərəfdə 63 olacaq mütləq. Bunları yazıram. 61, 62, 63, 64. Nağdı görünən üzlər bunlardır. 63-də mütləq iştirak eləməlidir. Ardıcıl deyirək. Və burada kubun neçə üzü var? 6 üzü. Deməli 2 dənə mənim üzüm qaldı. Tutaq ki, onlar da olsun 61-dən əvvəl olan üzlər. Məsəl üçün olsun 60, bir də olsun neçə? 59. Oldu bu məndə bir dənə qiymət. Bir fərqli qiymət. Olsun bir dənə x qiymət. Sonra ikinci halım olar. 59 götürmərəm, 60 götürürəm. 60, 61, 62, 63, 64. Neçə dənə üz oldu? 1, 2, 3, 4, 5. Bir dənə də götürərəm neçə? 65. Bu da oldu bir dənə fərqli üz. Buna da bir y deyək. Y cəmi y eləsin. Üçüncü versiyam nə olacaq? Artıq 60 da götürməliyim. Elə birbaşa 61-dən başlayarım. 61, 62, 63, 64, 65 və bir dənə də götürürəm nə? 66. Bunun da cəminə bir dənə deyək z cəmi. Başqa qiymət götürə bilərəmmi? Xeyr. Artıq götürə bilmərəm. Deməli oldu 1, 2, 3. 3 dənə fərqli cəm. Yəni doğru cavab olacaq. Burada da C variantı. Keçək 55-ci suala. Nə deyir 55-də? Deyir bir tərəzi üzərinə qoyulan cismin kütləsindən asılı olmadan həmişə eyni və sabit miqdarda xətalı ölçü verir. Yəni məsəl üçün 10 kilo qanda 2 kilo əskik çəkir, 20 kilo da qanda 2 kilo yenə əskik çəkir. Yəni bu şəkildə deyir. Deyir bu tərəzidə A cismi şəkildə 11 qram, B cismi şəklində isə 19 qram gəlir. A və B cisimlər birlikdə çəkiləndə 35 qram gələrsə, B cisminin həqiqi kütləsi neçə qram ola bilər? Deməli necəyik? Tutaq ki, A cisminin kütləsini götürək. Elə kiçik A. Bir də B cisminin kütləsini götürək. Bir dənə B. Deyir, indi burada xəta ilə verilib da 11 qram. Onda bundan eyni xəta verirsə 1x qram çıxaram, qalar 11 və yaxud üstünə də gələ bilərəm. Heç bir fərqi yox. B-dən də yenə eyni xəta ilə nə qədər olub? 19 qram. Və bunların birlikdə cəmi, yəni A plus B cəmi yenə eyni xəta olmalıdır. Yəni x çıxmalıyam. Artıq burada 2x çıxmıram. Bərabər olacaq bir yerdə çəkəndə nə olub? Kütləsi 35. Bu yuxarıdakı iki tənliyi toplasam, sollar 1, sağlar 1 olacaq A plus A üstə gəlsin B, çıxılsın 2 dənə x var deyə 2x bərabər 11 ilə 19-da toplayanda neçə eləyəcək? 30-a. Deməli, məndə burada alın nə? 2 dənə tənliyim. Baxın, 2 dənə tənlik. Deməli, onda burada gəlin belə eləyək. Aynən B-ni tapıb əvəz də eləyə bilərik. Yuxarıdan aşağı da çıxa bilərik. Fərq eləməz uşaqlar. Buradan aynən B-ni tapanda nə olacaq? Olacaq A plus B bərabərdir 30 üstə gəl 2x-a. Gətirib həmin qiyməti bu aşağıda əvəz eləsək, A plus B-nin yerinə 30 plus 2x yazsaq, bir də çıxılsın x bərabər 35. Buradan 2x-dan x çıxanda x qalır. 35-dən də x 30 çıxsam, sağa keçsəm mənfi olaraq qalacaq neçə? 5. Deməli, x oldu neçə? 5. Və bizdən də nəyi soruşdu? Tap. B-nin həqiqi kütləsini tapın. X-in yerinə burada 5 yazıram. Buradan B-ni tapanda da 5-i sağa keçsəm toplam olacaq. 19 plus 5 bərabərdir 24. Yəni doğru cavab olacaq 55-də D variantı. Keçək 56-cı suala. Deyir ki, A, B və C ədədlərin hər bir natural ədəd bölənlərdən biri aşağıda verilmişdir. Natural bölənlər. Deyir, ədədlərin natural bölənlər soldan sağa doğru kiçikdən böyüyə sıralanmışdır. Soldan sağa doğru kiçikdən böyüyə. Deməli, sağdakılar ən böyük olacaq da. Buna görə A, B və C ədədlərinin cəmi neçə olacaq? Deməli, uşaqlar, burada neynəyəcəyik? Əslində, biraz qəliz görsənir. Əslində, o qədər çətin deyil. Sadəcə olaraq neynəməliyik? 9-a bölünürsə ədəd özü 1-ə bölünür. Ümumiyyətlə, bütün vuruqlarda nə olacaq? 1 olacaq. Hamısına 1 yazıram. İndi 9-dan əvvəl bu ədəd tutaq ki, vuruqlarından biri 8 olarsa. 8 olarsa, nağdı bu 2-yə də bölünməlidir. 9 olduğu üçün 3-ə də bölünməlidir. Nə bilim, sonra 4-ə də bölünməlidir. 8-ə bölünür deyə. Artıq burada neçə versiya olur? 3 dənə versiya olur və daha çox. Ona görə deməli 8 yaza bilmərəm. 7 yazsam əgər, 7-nin bölənləri 1, elə 7-nin özü, artıq bunu yazmayacağım. Sonra bir də 9-un böləni 3 kimi yaza bilərəm. Başqa burada deməli boş qalacaq. Bu səfər yetərsiz olur. Deməli 7-dən kiçik 6 yazsam əgər, 6-nın vuruqları nə olacaq? 6-ya bölünürsə deməli 2-yə də bölünür, 3-ə də bölünür. Bəli, bu ödəyir artıq. Bura yazaram 2,
Burada yazaram 3, 6, 9. Və yekunda da mən bura nə yaza biləcəm? Təbii ki, bu ədədlərə bölünürsə həm nə dedim? Mən də 18-ə də bölünəcək. Deməli, yekun olaraq A ədədimi nə götürə bilərəm? 18 götürə bilərəm. Sonra burada 8 olsa, 8-in elə vuruqları 2, 4 kimi götürsəm, burada yekunda olacaq 1, 2, 4, 8-ə bölünürsə, təbii ki, burada olacaq yekunda 16. Burada 9-a bölünürsə, deməli, mütləq vuruqların içində 3 də var. 1, 3, 9, yekun olaraq neçə olacaq? Bu da 27. Bunları da cəmləsək hər biri İlici neçə? 61. Keçək 57-ci suala. Son 3 sualımız qaldı. 4 sualımız. Deyir, Aytənin 6 il sonraki yaşı atasının indiki yaşının 4də 1 qədərdir. Anasının 3 il sonraki yaşı isə Aytənin indiki yaşının 4 misli qədər olacaq. Hal-hazırda hər üçünün yaşları cəmi 93 olduğuna görə Aytən anadan olanda anası neçə yaşında idi? Deməli, uşaqlar, burada nə edirəm? Baxın, yazıram Aytən. Buraya yazıram ata. Mükəmməl yazdım. Ata. Bir də yazıram ana. Aha. Deməli, tutaq ki, ata 4də 1 qədər deyirsə, gəlin x götürməyək. Bunu 4x götürək ki, daha yaxşı olsun. Deyir, atasının indiki yaşının 4də 1 qədər. Atasının yaşı 4x, 4də 1 nə olacaq? X. Deməli, 6 il sonra x yaşı olubsa, hal-hazırda neçə yaşı var? X minus 6. Aha. İndi sonra deyir, anasının 3 il sonraki yaşı isə Aytənin indiki yaşının 4 misli qədər. Aytənin indiki yaşı nə qədər oldu? X minus 6. Bunun 4 misli. 4'ə vuranda nə olacaq? 4x çıxılsın 24. Və deyir, anasının 3 il sonraki yaşı bu qədər olacaq. 3 il sonraki deyirsə, deməli, bu 3 üzərinə gəlib bu yaşı alıb. Deməli, 3 il geriyə getməliyim. Yəni, bundan da çıxacam 3. Yəni, yekunda olacaq, çıx 27 qalacaq anasının yaşı. Və deyir, hər üçün cəmi neçədir? Yaşlar cəmi 93. Onda olacaq x minus 6 plus 4x üstə gəl 4x minus 27 bərabər 93-ə. Buradan x-ları toplasaq 4, 4, 8 olacaq 9x çıxılsın 33 bərabər 93. 9x bərabər 93, 33 toplayanda 126. X-ə bərabər 9-a bölündə düşəcək 14. Deməli, x 14-dürsə və bizdə nəyi soruşur? Tap, Aytən anadan olanda anası neçə yaşında idi? Gəlin, qiymətləri yerinə qoyaq. 14 yazanda 14-dən 6 çıxanda qalır 8. Burada 14 4-ə vuranda 56. 27 çıxanda 56-dan neçə qalır? 29. 29, bəli. İndi Aytənin 8 yaşı olanda anasının 29 yaşı var idi. İndi deyir, anadan olanda neçə yaşı olub. Onda bu 8 yaş çıxmalıyam ki, 0 yaş olub da anadan olanda. Onda bundan da 8 il geriyə getsəm, qalacaq neçə? 21 yaş. Deməli, anası neçə yaşı var imiş? 21 yaşı var imiş. Keçək 58-ci suala. Buranı silim. Deyir, qutuda olan şokoladların 9'da 4'ü bir qrup uşağa, 4-4 paylanında 3 uşağa şokolad satmır. Əgər şokoladların hamısı uşaqlara 300 paylanarsa, 33 şokolad artıq qalar. Buna görə bu qrupdakı uşaqların sayı neçə olar? Deməli, uşaqlar burada nə edəcəyik? Tutaq ki, şagirdlərin sayı deyir, uşaqların sayı, şagird sayı fərq eləməz. Bu biraz da parta şagird məsələsini oxşur. Deməli, uşaqların sayına 1x deyirəm. X sayda uşaq var, çünki bilmirəm, onu tapmalıyam. 4-4 paylananda bir uşağa 4 dənə şokolad verirəmsə əgər, x sayda uşağa nə qədər konfet düşəcək? 4x sayda. Və neçə uşağa şokolad satmayıb? 3 uşağa şokolad satmayıb. 4-4 paylayıramsa, 3-ünə çatmayıbsa, 3 dəfə 4 neçə eləyir? 12. Deməli, bundan da çıxmalıyam neçə? 12 dənə. Və yaxud da belə də yaza bilərsiniz. Məsəl üçün, neçə uşağa şokolad satmayıb? 3 uşağa. Deməli, ümumi uşaq sayına, yəni x-dan çıxmalıyam o 3 uşağı, yəni çünki 3 uşağa çatmayıb. Yerdə qalan uşaqları da 4-4 paylayam. Ona görə vuracam neçəyə? 4-ə. Deməli, və bu 9'da 4'ü paylananda bu hadisə baş verir. 9'da 4'ü bu qədərdirsə, hissəsinə görə ədədin tapılması. 9'da 4 hissəsi bu qədərdirsə, onda 9'da 4'ə bölməliyim. Yəni, vuracam nəyə? 4'də 9'a. Bərabər olacaq digər tərəfdən. Deyir, bütün şokoladların hamısı uşaqlara 300 paylanarsa. Nə qədər uşaq var idi? X sayda. Birinə 3 dənə şokolad verirsə, x sayda uşağa 3x sayda şokolad veriləcək. Və deyir, nə qədər də artıq qalıb? 33. Üzərinə də gələcəm bu artıq qalan şokolad sayını. Bu da bərabər 4-lər ixtisar gedir. 9'u vursam olacaq 9x çıxılsın 27 bərabərdir 3x plus 33'ə. Buradan olacaq 9x-dan 3x çıxsam qalacaq 6x bərabərdir 27 ilə 33 toplasam eləcək neçə? 60. Buradan x bərabər çıxacaq neçə? 10.
Yəni doğru cavab olacaq D variantı 10 dənə uşaq. Elə biz X-lə uşaqların sayını işarələmişdik. Keçək 59-cu suala. Görək 59-cu sualda bizdən nə istəyir? Deyir, parça satıcısı düzgələrə 1 metrlik taxta xətkeş sifariş verir. Düzgələr isə onu səhv olaraq üzərində ölçüləri yazılmayan 75 santimetrlik xətkeş göndərir. Parça satan bu xətkeşdən istifadə edib satış edir. Satıcı düzgün xətkeşdən istifadə etdikdə 5% qazanc əldə edərsə, digər xətkeşdən istifadə etdikdə neçə faiz qazanc əldə edər? Deməli, burada nə olacaq uşaqlar? 1 metrlik taxta xətkeş sifariş verir, amma 75 santimetrlik xətkeş göndərir. Deməli, burada normalda deyir, düzgün ölçəndə 5% qazanc əldə edirsə, yəni 100 santimetrliklə ölçsə əgər 5%, yəni 105% qazanc əldə edəcək. Deyir, bəs 75 santimetrlik xətkeşlə ölçsə əgər 75 santimetrlik xətkeş, 100 santimetrlik xətkeş neçə faiz qazanc əldə eləyər? Belə bir tənasüb qursaq əgər və biz bunu İndi düz mü eləyəcəyik, tərs mi eləyəcəyik? Bir dənə ona baxaq. Deməli, bu tərs olacaq. Faiz artmalıdır. Niyə? Çünki bu 100 metrlik xətkeş adı ilə alıb, yəni 1 metrlik də 100 santimetrlik xətkeş adı ilə alıb, amma 75-in satır. Elə bil, belə desək, alıcıya deyir, 100 metrlik xətkeşdir, 100 santimetrlik xətkeşdir, amma özü ölçür nə qədər? 75-lə. Yəni az ölçür. Ona deyir ki, çox verirəm, amma belə realda da çox görsən, amma özü həqiqətən nə qədər ölçür? 75 sm. Deməli, bu neynəməli? Daha çox qazanc əldə eləməlidir də. Onda bu nə olacaq? Tərs mütənasib. Yəni, bu azaldığına görə qazanc nə olmalıdır? Artmalıdır. Tərs mütənasibini hesablasaq, çarpaz vursaq, olacaq x bərabərdir. 75 vurulsun 105 bölünsün 100. Bir dəqiqə uşaqlar, burada tərs mütənasib olanda qarşı-qarşıya vururuq. Tərs mütənasib olanda qarşı-qarşıya vururuq. Düz mütənasib olanda çarpaz. Buradan onda olacaq 100 vurulsun 105 bölünsün 75. Bu da bərabərdir. 25-i ixtisar edəcək. Burada qalacaq 3. Burada qalacaq 4. 105 də 3-ə böləndə neçə düşür? 35. 35 də 4-ə vursaq 140. 140. Deməli, mənim yekun faizim, qazancım nə oldu? 140. 140%. Əvvəlcə 100%-dir, təbii ki 100%. İndi oldu nə qədər? 140%. Yəni nə qədər gəlir əldə elədim? 40%. B variantı. 60-cı sual. Silək. Deməli, deyir ki, Tərlan kub formasında iki fərqli ölçüdə oyuncaq blokları var. İndi burada ölçülər fərqlidir. Ən az neçəsini deyir, üst-üstə qoymalıdır. Deməli, biz burada birinci əkobu tapmalıyıq. Yəqin ki, buradakı kubların da təsiri olacaq uşaqlar. Yəni ki, birinci gəlin əkob tapaq. 132, 132, 156. Bunların əkobu neçə olacaq? Vuruqları ayırsam, 2-yə bölsəm eləyəcək 66, 2-yə bölsəm düşəcək 33, 3, 11. 56-nı da 2-yə bölsək düşəcək 80, daha doğrusu 78, 2-yə bölsəm düşəcək 39, 2-yə bölsək 2-yə bölünmür artıq. 3-ə bölsək 13, 13, 1. Burada da 11, 1. Deməli, vuruqlar oldu nə? Bu şəkildə. Deməli, burada təbii ki, sonuncular götürməliyik əslində. Ortaq olmayan 2, 2, 3 da hər birində 2, 2, 3. Amma yenə də istəyirsiniz hesablayaq, daha yaxşı başa düşün. Burada onda birini götürsəm ədədimin, yəni olacaq 2 vur, 2 vur, 3, vurulsun 13. Bir də olmayanları, aid olmayanları əlavə eləsək 2 var, 2 var, 3 var. Bir dənə 11 əlavə olunacaq. Deməli, mənim əkobum olacaq ümumiyyətlə nə? Bu ədəd. Bu ədədi sonra böləcəm 132-yə, yəni 2, 2, 3, 11. 2, 2, 3, 11-ə bölsəm nə qalacaq? Hamısı ixtisar gedəcək bunların. Qalacaq 13. Bura yazıram 13. Eyni ilə digər tərəfdən digər ədədə bölməliyim, yəni 156-ya. Bu ədədi 156-ya bölsəm, yəni 156-nın vuruqları nədir? 2, 2, 3, bir də 13. Bu səfər hamısı ixtisar gedəcək, qalacaq nə? 11. Buna da neçə dənə lazım olacaq? 11. Birindən 13 dənə, birindən 11 dənə. Burada sayıram. 1, 2, 3, 4, 5. 5-i varsa, indi 13 dənə cəmi 13 dənə lazımdır. Bundan sonra 13 dənəsi yox. Cəmi 13 dənə lazımdır. 5-i burada varsa, 13-dən çıxaram 5. Bu 132-li idi də, ona görə 132-ni saydım. Qalacaq neçə? 8 dənə. Deməli, əlavə olaraq bu 132 mm-lik neçə dənəsi lazımdır? 8 dənə. Gəlim digər tərəfdən 11 dənə də 156 mm-lik kub lazımdır. 1, 2, 3, 4 dənəsi var. Onda yazaram 11 çıxılsın 4 bərabərdir.
7 qalır. Deməli əlavə olaraq 7 dənə də 156 tili 156 mm olan kub lazımdır. Və yekunda olaraq birindən 8, birindən də 7 dənə lazımdır. Cəmi 15 dənə kub mənə lazımdır. Yəni doğru cavab olacaq C variantı. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. İnşallah digər siniflər üzrə də məntiq, riyaziyyatı izah etmişəm. Təbii ki 7-ci sinif, 6-cı sinif. Bir dənə məntiq qalıb 5-ci sinif və 7-ci sinif. İnşallah onlar da izahını kanalda paylaşaram. Əgər istəyirsinizsə yorum şərh bölməsinə yazın. Bu çox vacibdir. Belə, özünüzə yaxşı baxın. İnşallah yaxşı olar, istədiyiniz nəticəni əldə edərsiniz.